oynamaraq çox böyükdür. Maç başlandı. Meydan sahibləri topu oyuna daxil etdilər. Hər iki komandaya uğurlar arzulayırıq. Polşalı qalkibir əsasən də Napoli ilə səfər oyununda kifayət qədər xoş təsir bağışladı. Komanda məğlub olmasına baxmayaraq solcudan uzun bir top gəlir. Toral Bayramov, Toral, əla hərəkətlər, Toral ötürməsi, qapıya zərbə, Thiago Silva. Enrique ötürməsi təhlükəli ola bilər və İsa Cibrayila gol! Gol İsa Cibrayila. Bir daha baxırıq. Enrique'nin əla ötürməsi, nə Medina, nə Bəhlul Mustafazadənin sürəti Cibraila'ya çatmağa yetmədi. Bəhlul Mustafazadə burada əslində top onun ayağına toxunaraq İsa Cibraila'nın qarşısına düşür. Kohalski'ni yerdə qoyan Cibraila oyunda hesabı açır. Zirə 1, Qarabağ 0. Mövsümdə İsa Cibraila çempionatda Montiel. Vikalio. Mateus Silva ötürməsi, Ramil Şeydayev, qaydan top, Montiel, zərbə və top Ruan Renato'nun ayağına dəyərək meydanı tərk edir. Qarabağa təsir etdi, dərhal sürətlər dəyişdi. Montiel. Medina. Kamila Duran, ötürməsi Ramil Şeydayeva, Ramil Şeydayev ötürmə! Qapı direği və top qapıdan geçir. Hakimlərin qərarı nədir? Rauf Cabbarov mərkəzi göstərir. Bu qoldur. Gol! Təkrarı izləyirik. Vardan təsdiq gözləyirik. Qolun vurulduğu an və ay. Leroy Mikels, Junior Martins mərkəzlə irəlir. Sağda yaxşı gördü Bogomolski, qapıya zərbə, Kohalski. Gima, ötürmə keçmədi, Kaşuk, ötürmənin qarşısını aldı, Kaşuk, cərmə meydancasındadır, Kaşuk alınca hərəkətlər, Kaşuk və belə bir vəziyyətdə Thiago Silva. Hangi Mudinzi və Thiago Silva? Leroy Mikels, Eldar Quliyev, Zirənin hücumu, Eldar Quliyev qarşısında Bəhlul Mustafazadə, Eldar Quliyev, aldancı hərəkətlər, Leroy Mikels, zərbə və son anda Marko Yankovic. Çox gözəl bir hücumu idi, Leroy Mikels çox soyuqqanlı oynadı burada. Belə penalti olmur. Gücdən zərbə. Səsləndirir. Və bu da son. Rauf Cabbarov final fiti səsləndirdi. Maç 1-1 hesabı ilə nəticələndi. Hər iki gol birinci hissəyə təsadüf etdi. Bir gol, bir avtogol.